Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin İslamabadda keçirilən 3-cü üçtərəfli görüşü artıq başa çatdı və bugün Azərbaycan və Türkiyə spikerləri Pakistanın Lahor şəhərinə səfər ediblər. Səfər bir qədər əvvəl başlayıb və ilk ziyarət olunan yer Lahorun bu məşhur məqbərəsi oldu. Hazırda spikerlər məqbərəni ziyarət edirlər. Qeyd edim ki, burada həm də qarşılanma mərasimi oldu spikerlərin. Qeyd edim ki, Əfqanistan, Pakistan gərginliyində bir neçə gün davam edən hərbi gərginlik zamanı Lahor da zərbə endirilən şəhərlərdən biri idi. Bugün burada hələ də güclü təhlükəsizlik tədbirləri davam edir. Ümumiyyətlə, Pakistanın bütün ərazisində belə tədbirlər həyata keçirilir. Lahorda isə xüsusilə fərqlənir bu tədbirlər. Lahora zərbə endirildikdən sonra qeyd edim ki, Pakistan Əfqanistanla sərhədlərini bağlayıb, bütün ticarət əlaqələri dayandırılıb və nəqliyyat hərəkəti mümkün deyil. Eləcə də Lahorun özünə Pakistanın digər şəhərlərindən gəlmək də çətinləşib, çünki yol bağlıdır. Müəyyən fasilələrlə açılsa da sonradan yenidən bağlanır və gün ərzində demək olar ki, bir neçə saat hərəkət olur. Qalan vaxtları isə Lahora giriş mümkün deyil. Qeyd edim ki, spikerlər bugün gün ərzində Lahorda olacaqlar və bir neçə yeri ziyarət edəcəklər. Bunların arasında bu məqbərə və eləcə də məscid də var və sonda bugün spikerlərin Pakistana səfəri başa çatacaq və onların növbəti görüşü Bakıda keçiriləcək.